tamaşaçılar, hər birinizi salamlayıram. Bu günləri Cənubun Səsinin Cənubluları Tanıyaq, Tanıdaq rubrikasının qonağı, Azərbaycan Respublikasının xalq şairi, Vətəndaş Həmrəylik Partiyasının sədri, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, əslən Yardımlı rayonundan olan bizim fəxri ziyalarımızdan Sabir Rüstəmxanlıdır. Sabir müəllim, sizi salamlayıram. Çox sağ olun. Xoş gəlmisiniz. Bizi necə deyirlər, dəvətimizi qəbul etdiyiniz üçün sizə səmimi təşəkkürümü bildirirəm. Qısaca sizə Cənubun Səsi haqqında məlumat vermək istəyirəm ki, Cənubun Səsi Cənub bölgəsində artıq 5 ildir fəaliyyətdədir. Cənub bölgəsinin tanınmış ziyalıları haqqında xüsusi video reportajlar, sənədli filmlər və məqalələr dərc edir. Bu günlərdə bir cənublu olaraq siz Cənubun Səsində qonaqsınız və Sabir Rüstəmxanlının geniş həyat tərzi var və yaradıcılığı çox genişdir və Respublikanın bir xalq şairi kimi, bir yazıcı kimi mən sizin əsərlərinizlə, kitablarınızla tanışam, bizə hədiyyələr göndərmişsiniz kitablar, bizim redaksiyamızda da bunlar var. Bizim Cənubun Səsində də tez-tez sizin haqqınızda məqalələr gedir və sevənləriniz sizi çox istəyir. Biz Cənublu olaraq da bugün fəxr edirəm ki, Sabir Rüstəmxanlıdan müsahibə alıram və istəyirdim ki, Sabir Rüstəmxanlı özü və hal-hazırdakı fəaliyyəti ilə bağlı qısaca da olsa bizə məlumat versin və həm partiyanın fəaliyyəti ilə bağlı, həm qarşıdakı işlərlə bağlı bizə bir müsahibə verəsiniz. Təşəkkür edirəm. Cənub deyəndə mənim yadıma ilk növbədə Cənubi Azərbaycan düşür. Azərbaycanın böyük hissəsi o tərəf. Ona görə bəzən də çaşdırıram. Bizim balaca bölgəmizdə Cənub adlanır. Ona görə hər halda Cənub sözünün mənim içimdə oyatdığı duyğu çox böyükdür. Həm böyük Cənubi Azərbaycan, həm bizim Cənub bölgəmiz. Mən Azərbaycanın belə deyim ki, ən ucqar, küncdə qalmış, bəzən də diqqətdən kənarda qalmış rayonunda yardımcı anadan olmuşam. Bugün də baxmayaraq ki, Azərbaycan artıq 34 ildir müstəqildir. Təəssüf ki, yardımlıda vəziyyət az dəyişir. Başqa rayonlarımız şükür inkişaf edir. Yardımda dəyişiklik azdır. Bu məni narahat edir. Bəlkə də bu narahatçılığı unutduran bir şey varsa ki, o da o boşluğu yazılarımızla doldurmağa çalışırıq. Mən sonuncu deməli seçkilərdə, parlament seçkilərində iştirak eləməmişəm. Biraz vaxtım daha çox qalıb, daha çox qalır. İndi çalışıram ki, yaradıcılıq məsələləri ilə daha çox məşğul olum və bəzi şeylər var, onları yekunlaşdırım, tamamlayım. Çünki ömrə etibar yoxdur və hər şeyin bir sonu var, limit azalır. Orada görürsünüz mənim o ağ cildlər, mənim deməli seçilmiş əsərlərimdir 15 cilddə. Yazılarımın çox hissəsi orada yerləşdirilib, o cildlərdə var. Bir hissəsi də kənarda qalıb, 5-6 cilddə kənardadır. Onlar da inşallah imkan düşəndə, vaxt düşəndə ayrıca çap eləyəcəm. Onları sadəcə hazırlamağa imkan olmadı. Çünki bəziləri köhnədən yazılıb. Mən onda bildim ki, sən demə hazır yazıları belə kitabda çap elətdirməyin özü də ağır bir prosesdir. Yəni yazı pozu işləri gedir. Seyrək də olsa şeir yazıram. Şeir daha çox gəncliyin belə deyil. İndi şeir doyuzdurmur bəzən. Yazdığım şeir mənə az gəlir. Yetərli görünmür. Sonra nəsrlə daha çox məşğul olmuşam son vaxtlarda. Yarımçıq nəsr əsərlərim var, yaxud redaktör olunmalı nəsr əsərlərim var. Sonra publisistika belə deyək ki, mən dünya ölkələrini, bütün qitələri gəzmişəm, dünya ölkələri haqqında ayrı-ayrı yazılarım da var, amma yazılmayan deməli səfərlər də var. Bir iri həcmli bir kitab hazırlamışam, çap elətdirəcəm, adı Dünya Ucundadır. Dünya, Afrikanın ən cənubundan, Avstraliya, Amerika, bütün dünya ölkələri və hamısında da yəni belə
turist kimi gəzmək deyil, hamısında konkret görüşlər var. İslam ölkələr Parlament İttifaqının sessiyaları da ildə 2 dəfə keçirildi. Dünyanın müxtəlif İslam ölkələrində. Sonra Dünya Azərbaycanlılarının mən bu gün də Dünya Azərbaycanlılar Konqresinin həmsədriyəm və o xəttindən də bir çox dünya ölkələrində görüşlərimiz olub. Azərbaycanlıların təşkilatlanması və dünyaya Azərbaycan adlı bir dövlətin və o dövlətin sərhədlərindən kənarda yaşayan Azərbaycanlıların qayğılarını, dərdlərini, üzləşdikləri faciələri çatdırmaq. İndi şükür o faciələrin bir hissəsi artıq arxada qalıb. Müharibə, sonuncu 2020-ci ildə başlanan müharibə, əslində 44 günlük müharibə, sonra bir günlük deməli antiterror əməliyyatı illər uzanan bu dərdə bəlaya son qoydu və bizi bir sıxıntıdan qurtardı. Və orada da deyim ki, mənim üçün bölgə belə deyək ki, Azərbaycan mənim üçün bütövdür, hər yerinə eyni cür baxıram, öz evim hesab edirəm hər yeri. Amma sevinirəm ki, Cənub bölgəsindən olan uşaqlar qəhrəmanlıqla o müharibələrdə vuruşdular. Çox bu xüsusi qeyd olunmalıdır. Ondan sonra yəni bu Dünya Azərbaycanlılar Konqres xətti ilə həm buranın bu problemlərini deyirdik, həm də dünyanın müxtəlif bölgələrində yaşayan Azərbaycanlıların insan haqları məsələləri müzakirə olunurdu, müxtəlif dünya parlamentlərində, beynəlxalq təşkilatlarda və s. Bu iş müharibədən sonra son illərdə biraz ləngiyib, yəni fasilələr yaranıb işlərimiz, səfərlərimiz arasında, amma bunlar hamısı görülən işlərdir və çox maraqlı səfər qeydləri var. İndi onları bir iri həcmli kitabdır, hər halda onu bir yerə yığıram, yəqin yaxın vaxtlarda çap elətdirəcəm. Xatirələr yazılır, nə qədər olacaq, hələ heç belə ucu-bucağı görünmür, uzun bir yoldur və bunun hamısını bir yerə gətirmək çox çətindir. Sonra başqa yazılarım da var və sizin tanıdığınız Ağlar bəylə Ağlar İdrisoğlu ilə bir piyes hazırlayırıq indi tamaşa üçün. Nə bilim, belə yazı pozisiya gedir. Ümumilikdə sağlam, bu illərə qədər neçə kitabın müəllifisiniz? Azərbaycanda təxminən deyə bilmərəm nə qədər, hər halda 50-yə. Yox, dünya ölkələrində 100-dən çox. Dünya ölkələrində, İngiltərədə, Almaniyada 3-ü, İsveçdə 1-i, Gürcüstanda, Özbəkistanda 3-ü, sonra İran, qonşumuz İranda 2-si, yəni müxtəlif ölkələrdə çap olunub, dedim, yəni üst-üstə götürüləndə 100-dən çox kitab çap olunub. Bibliografiya var, mənim bibliografiyam. Heç bir dəfə doğrudan onun qabağıma qoyub saymamışam ki, Azərbaycanda hər il yeni kitablar, heç 15 cilddən əvvəl orada bir say xeyli böyükdür. İndi onlar da əlavə olunanda böyük bir rəqəm yaranır. Kitabın sayı ilə deyil, indi mənim kitabın sayı az maraqlandırır. Say cavan vaxtı adama belə maraqlı görünürdü, neçə kitabım çıxdı, amma indi onlar az maraqlandırır. Əsas odur ki, mənim ona yaxın romanım var və 4 cilt şeirlər var. O romanlar, şeirlər bir yerə yığılıb, publisistikanın ucu-bucağı yoxdur. Məsələn, publisistikanı heç bir yerə yığa bilmirəm. İndi bu şeylərdən sonra, kitablar çap olunandan sonra təxminən 700-800 səhifəli əlavə publisistika kitabı çap olunur. Yəni hazırdır. Çap olunmamış publisist əsərlər. Bunun üstünə gəlsən sayı hesabı olmayan, deyək ki, şeylər, müsahiblər, bunlar hamısı mənə aid olan fikirlərdir. 1000 səhifədən artıq Milli Məclis çıxışları var. Bunlar hamısı yəni yığılmalıdır bir yerə. Hökmən deyil, mənim deyək ki, indi bunları vaxtım çatacaq, çap elətdirəcəm, elətdirməyəcəm. Amma demək istəyirəm ki, əgər belə bir hesabat verəsi olsam, bunu belə deməli, bəlkə də, nə deyim ona, bəlkə də bir razılıq demirəm, amma hər halda onu deyə bilərəm ki, yaradıcılıqla məşğuliyyətim heç vaxt ara verməyib. Milli Məclisdə olmuşam, müxtəlif ictimai-siyasi işlər olub. Bir ara 1988-ci ildə başlayan meydan hərəkatı ki, bir həftdən sonra
bir neçə 3-4 gündən sonra onun deməli hardasa 37 illiyini qeyd edəcəyik. O ara 88-ci ildən daha təxminən 95-ci ilə qədər müəyyən bir fasilə var idi. Şeirlər yazırdım, amma ciddi, iri həcmli əsər yazmağa imkanım yox idi. Amma sonra Xətai Yurdu adlı bir sənədli roman yazdım, Meydan Hərəkatı və ondan sonraki Azərbaycanın müstəqilliyini elan etdiyi günə qədər. Amma sonra təzədən yaradıcılıq işləri yoluna düşdü, bu gün də davam edir. O ki qaldı, istəyirsiniz partiya haqqında nə deyəm? Vətəndaş Həmrəylik Partiyası da əslində mənim ümumi deməli belə deyək ki, xarakterimlə, dünyaya baxışımla, millətimizin taleyinə baxışımla, gələcək haqqında düşüncələrimlə doğan bir ideyadır. Bu gün dünyada qlobal həmrəylikdən söhbət gedir. Dünya ölkələrinin həmrəyliyindən söhbət gedir. Mənim bu partiyanı yaratdığım dövrdə Azərbaycanda deməli Azərbaycanı parçalamaq təhlükəsi vardı, separatizm. Ondan sonra müxtəlif belə bəzən etnik qarşıdurmalar, bölgə qarşıdurmaları və s. belə şeylər vardı. Ona görə də mən müstəqil dövlətin və millətimizin maraqlarını nəzərə aldım. Çünki artıq Azərbaycan müstəqildir və müstəqil dövlətdə əslində deyək ki, ya o belə deyək ki, o dövləti yaradan millətin orada nə bilim əsas o yükü çəkən millətin və az saylı xalqların heç birinin əslində bu millətçiliklə, yaxud da millətçilik gözəl şeydir, amma şovinizmlə, özünü başqalarına qarşı qoymağı ilə heç bir şey əldə eləmək olmaz. Əksinə, burada vətəndaşlıq institutu qabarır. Azərbaycanın hər bir vətəndaşı bu ölkənin dəyəridir. Hər biri, onların hamısı bir gözlə baxılmalıdır və mən bu duyğu ilə Vətəndaş Həmrəylik Partiyasını yaratdım. Ona görə də, baxın, 20-ci ildə müharibə başlamazdan əvvəl Azərbaycan siyasi partiyaları bir araya gəldilər. Dedilər ki, müharibədə biz iqtidarın arxasındayıq. Müharibə Qarabağ məsələsində biz hamımız bir yerdəyik və hakimiyyətlə bir yerdəyik. Biz ölkədə vətəndaş həmrəylik zəruridir. Yəni təsəvvürlə ki, az qala o zaman 28 ildən sonra bütün siyasi partiyalar həmrəyliyin zərurət olduğunu etiraf elədilər. Bu bizim əsli partiyanın qələbəsidir. Mənim istədiyim bu partiyanın çox böyüyüb, məsələn, günü sabah hakimiyyətə gəlməsin istəyi deyib ki, real görünmür, real deyil. Bugün ölkədə bir sistem qurulub və idarə olunur ölkə. Seçki vaxtı da deyil, deyək ki. Bu real, amma həmrəylik ölkə əhalisinin, ölkədəki o həmrəylik duyğusunun güclü olması, bu ideyanın getdikcə böyüməsi, bu artıq bizim partiyanın həm də ümumi uğurudur. Mən bunu bu cür qəbul edirəm və ona görə də məncə biz öz xəttimizi, ideyamızı yarandığımız gündən bəri ardıcıl davam elətdirmişik. Bu gün təəssüf ki, məni təəssüfləndirir 1988-ci ildən sonra, daha doğrusu 90-91-ci ildən sonra siyasət aləminə gələn, onda 88-də hələ siyasətçilər yox idi. Ziyalılar vardı meydanı idarə edən. Siyasət aləminə gələn adamların çox bugün qarşı-qarşıyadır, bir-birinə yola getmirlər. Təəssüf ki, qarşılıqlı ittihamlar başalıb gedir, nə bilim, hamı bir-birindən qüsur axtarır, nöqsan axtarır. Biz bu xırda oyunlardan kənardayıq. Biz öz, deməli, daimi olaraq Azərbaycanı güclü görmək, millətimizi, vətənimizi güclü bütöv görmək, xalqı mehriban görmək bizim arzumuzdur. Təəssüf ki, bugün xalqın arasında ümumi izah olunmayan bir narahatçılıq var. Narahatçılıq, mən başa düşürəm, iqtisadi çətinliklər var, işsizlik var, ondan sonra bəzi hallarda ədalətsizliklər var filan. Amma bu müharibədən cəmi 5 il keçib. 5 il keçib. 5 il, 30 il bizim çiynimizə yükləmiş o dərdlər bugün yoxdur. Yəni bunun sevincini yaşamağa imkan vermədən siyasi mühitə, bu bizim mühitimizə bu narazılıqları salan kimlərdir və mən hesab eləmirəm ki, bu yalnız xalqın, cəmaatın özündən gəlir. Burada maraqlı olan qüvvələr var və Azərbaycanın içində bu doğrudan da işləyirlər. Onların bəziləri 5-ci kolon filan, müxtəlif
ölkələrdən uzanan barmaqlar, bunlar hamısı göz qabağındadır. Sabitliyi qəbul eləmək istəmirlər, bizim qələbələrimizlə barışmaq istəmirlər, Azərbaycanı güclü görmək istəmirlər. Bunun qarşısında biz bir yerdə olmaqdansa bugün qarşılıqlı ittihamlar, həm də o müstəqillik uğrunda mübarizə aparmış, o çətin illərdə bir yerdə olmuş, çiyin-çiyinə o ağır yolları keçmiş adamların bugün qarşı-qarşıya dayanması əlbəttə mənə ağır gəlir. Sabir müəllim, çox dolğun məlumat verdiniz. Çıxışınızın əvvəlində yardımlı haqqında danışdınız və oradan narazılıqlarınızı bildirdiniz. Təbii ki, mən üçün çox maraqlıdır. Bu günləri yardımlının adı çəkiləndə birinci növbədə sizin adınız çəkilir. Sabir Rüstəmxanlı ilə tanınır. Hər hansı bir internet resurslarında mı olsun və yaxud bir xarici ölkədə mi olsun. Çünki Yardımlı rayonu həm qədim, zəngin tarixə malikdir, həm də ki, o rayondan siz çıxan gənclik illərindən belə yaradıcılıqla məşğulsunuz, Milli Məclisdə dəfələrlə deputat olmuşsunuz, partiya rəhbərisiniz və niyə Yardımlıdan narazı qaldınız? Bu günləri Sabir Rüstəmxanlı yəqin ki, Yardımlıya gedir və Yardımlıda tez-tez olur, tədbirlərdə yəqin ki, iştirak edirsiniz. Yalnız Yardımlıdan niyə narazı qaldınız? Bu məni çox maraqlandırır. Onu deyim ki, Yardımlı bugün, Yardımlı əvvələ təbiətinə görə Azərbaycanın ən gözəl rayonlarından biridir. Yardımlı ucqar deyil, mən yazmışdım. Sənə ucqar söylədilər, amma sən ucqar deyilsin. Bir tərəfi Təbriz olan, bir tərəfi Xəzər olan, bir tərəfi Təbriz olan ucqar olmaz. Deməli, sadəcə belə bir sərhəd çəkilib, ayrılıb Azərbaycanın başqa bölgələrindən 30 kilometrdir bizim sərhəddən Ərdəbilə kimi. Yəni Azərbaycanın qədim mərkəzləri ilə birinin el yolları bağlayır, amma indi o yollar kəsilib hamısı. Bu bir tərəfdən deməli rayonun əli ayağı bağlanıb. O vaxt mən İrana getmişdim. İran deməli rəhbərləri ilə də danışıqlar, məktublaşmalar falan. Biz istəyirdik Yardımlı ilə Cənub arasında bir sərhəd keçid məntəqəsi açılsın. Orada bəlkə bir ortaq bazar qurulsun falan. Amma bizim tərəfdən mane oldular. Niyə görə mən başa düşmürəm. Bugün ölkədə dotasiya ilə, yəni əlavə dövlət büdcəsi ilə, yardımla yaşayan bir neçə rayon varsa biri Yardımlıdır. Artıq rayonlar özlərini təmin edirlər. Niyə bu gündədir? Niyə bu rayonun inkişafı haqqında ciddi şəkildə düşünülmür? Başqa şey var. Məsələn, bizim qonşuluğumuzda olan Lerik rayonu. Lerik daha deməli sürətlə inkişaf edir. Turizm potensialı eyni təbiətdə, amma orada turizm obyektləri, zatları var. Deyə bilərsiniz, Sabir Rüstəmxanlı niyə buna kənardan baxıb heç bir iş görə bilməyib? Mən millət vəkiliyəm, vəkil olmuşam. Mən bizneslə məşğul ola bilmərəm. Mən yaradıcılıqla, yəni ömrüm boyu öz yaradıcılığımla və halallıqla dolanmış adamam. Biznes təklifləri olub mənə nazir olduğum dövrdə, başqa vaxtlarda. Amma mən demişəm ki, mənim biznesim bu qələmimdir. Və bunu yerə qoyub başqa işlərlə məşğul olsam, bu donub qalar da, bu heç bir şey yazmaz. Bəlkə də mən səhv eləmişəm, bəlkə də başqa cür düşünə bilən adamlar ola bilərdi. Amma mən o yola getməmişəm, doğru, səhv bilmirəm. Başqa da imkanlı adamlarımız azdır. Vəzifədə olan, ondan sonra yaxşı biznesi olan, yaxşı qazancı olan adamlar ki, getsin özləri öz şəxsi imkanları ilə orada hansı sahənisə inkişaf elətdirsinlər, yoxdur. Həmin deyək ki, nə cür deyim, Qəbələdə olan imkan Yardımlıda da var. Qusarda olan imkan Yardımlıda da var. Qış turizmi içində var, ondan yay turizmi içində var. Ondan sonra inkişaf eləmiş hansı rayonumuzu deyirsiniz? Turizmində daha çox olan bütün imkanları Yardımlıda var. Yardımlıda sadəcə deyək ki, o qabağa düşüb bu işi görənlər yoxdur. O ki, qaldı mən gedirəm Yardımlıya 2-3 aydan bir gedirəm. Getməsəm havam çatışmır. Mən o dağ hava, Yardımın havası dünyanın ən gözəl, bəlkə belə də ən təmiz, ən quru, ən saf havası olan rayonlarımızdan biridir. Mən gedirəm, bir öz balaca evimdə
bir neçə gün qalıram və bütün dünyanın dərdlərini unuduram orada. Əlavə dərdlər gəlsə də bu dediyim şeylər. Amma tədbirlərdə iştirak eləmirəm. Çünki sonuncu dəfə mənim öz oxuduğum məktəbdən məni görüşə çağırmışdılar. İcra başçısı tapşırmışdı ki, o görüşə imkan yaratmayın. Hərçənd ki, məktəb yığıldı və məsələ çatdı bizim prezident aparatına. Ondan sonra su tapşırdılar. Bu nə deməkdir? Məktəbdə görüş keçirməyə mane olmaq nə deməkdir? Həmin tədbir keçdi? Keçdi. Bəli. Ondan sonra da mən özüm belə deməli rayonla bağlı hər hansı bir xırda bu iş düzəlməlidir, burada bir əyinti var deyən kimi gördüm ki, oranın vetsiz adamlarını qaldırırlar ki, güya Sabir Rüstəmxan rayonun daxili işlərinə qarşı. Rayonun daxili işi nə deməkdir? Rayonun daxili işi var. Rayon Azərbaycanın bir parçasıdır. Niyə görə qonşu Masallı bu dəqiqə Azərbaycanın ən sürətlə inkişaf edən gözəl rayonlarından birinə çevrilib, amma onun böyründə yardımlı o gündədir. Mən bunu deyirəm. Bir çox rayonlara dəfələrlə deyilib, amma bir çox rayonlarda demək qazlaşma işi başa çatır, yardımda elə nə bilim kəndlərin yarısına qaz çəkilməyib. Yolları o vəziyyətdə. Bir dənə şəhərin bir mərkəzi yolu var. O belə bərbad bir vəziyyətdə. Son vaxtlar diqqət müəyyən mənada başqa cəhətdən artır. Məsələn, arxeoloqlar daha tez-tez işləyirlər və bir sıra arxeoloji abidələr üzə çıxarılır. Ondan sonra yardımlı hər halda elə bir yerdir ki, orada çox şeylər dağıdılıb, amma hər halda qədim yaşayış məskənləri qalıb. Mənim köhnə mənbələrdən oxuduğuma görə atəşpərəstlik məbədləri olub orada falan. Belə İslam bizim rayona gec gəlib. İndi bəzi kəndlərdə məscidlər tikirlər. Amma qədim şeylər, qalalar, abidələr, ondan sonra bizim hətta orta məktəbdə oxuyanda biz özümüz gedib o köhnə küp qəbirləri qazıb çıxardırdıq. Qədim şəhər yerlərini axtarırdıq falan. İran tərəfdən gəlirlər, orada bir neçə deməli yalandan şaya buraxırlar ki, o məsələn daşdır da, bütöv daşdan yorulmuş küp qoç heykəldir. Bunun içində qızıl ola bilər. Bu daşın içində nə ilə zadla iynə ilə yeridiblər bu qızılı. Onu yayırlar. Nə qədər o at, qoç heykəlləri qırıldı, başını üzdülər getdi. Qəbirlər bir də görsən eşələnir. Ambis deyilən bir yer vardı, güya daşa dönmüş taxıl tığdı da, xırman. Onu belə gördüm, böyründən uçurdular. Harada gəlir şeydə, məsələn, Lerikdə bizim qonşuluğumuzda, orada Oğlan qalası var. Böyründən bulağı da daşdan bulaq çıxır. Onun böyründə bir şey düzəltmişdilər. Onun içindən yuxarı pilləkən çıxırdı. Gəlib o tərəfdən onu uçurdular. Bu yerli adam eləməz axmır. Cəhalətdir, cahillikdir. Nə axtarırlar məlum deyil, amma dövlət bunları nəzarətə götürməlidir. Ona görə yardımın problemləri çoxdur. Ən böyük bəla narkotikadır. Sərhəd, insanlar iş olmadıqca, yaşayış səviyyəsi aşağı olduqca az adam qılınca çapar deyirlər. Bəzən baxmırlar, heç nəyə baxmadan o tərəflə bu tərəf arasında gizli narkota ötürmə şeyləri. Bizim cənub bölgəsinin ən böyük belə deyim, problemlərindən biri məhz bu narkotikadır. Lənkəranda, Masallıda, Astarada, yardımda hər yerdə bu məsələ var. Bu bir fəlakətdir. Ya açıq olmalıdır, birsə xarici ölkələrdə kimi açıq olmalıdır, yəni müəyyən həddə qədər. Cəmaət da bu şey olmasın da, bu bir pul mənbəyinə çevrilməsin, kiminsə gizli biznes mənbəyinə çevrilməsin və fəlakətə aparmasın bizim cavanlarımız. Sabir müəllim, biz Azərbaycanın heç bir bölgələrdə bölməyərək, sonda mən istəyərdim ki, Sabir Rüstəmxanlı Cənublulara buradan nə demək istəyir? Son söz olaraq Cənublulara... Valla mənim belədir ki, elə yəqin o dediyim məsələlərin də təsiri var.
mən Cənub rayonlarının hər birində son dərəcə böyük özümə qarşı hörmət görmüşəm. Azərbaycanın bəlkə çox rayonlarının hamısında belədir. Məsələn, Astaraya getmişdik, bir məktəblərin bir sərgisi vardı. Məktəblə bağlı bir respublika tədbiri idi. Axıra gedib çata bilmədim. Cəmaət hər yerdə saxlayır, şəkil çəkdirir, dəstə getdi, bütün Bakıdan gedən qonaqlar ayrı düşdülər. Masallıya gedirəm, Masallı eyni. Bazarda, bütün ömrü bazarda keçən görürsən, qadınlar, uşaqlar. Mən o vaxt Bizim Sabir adlı plakat buraxmışdım seçkilərdə. Başqa söz yazmadım, ancaq Bizim Sabir. Hardan götürmüşdüm? Çünki bazara girirəm bir də nəysə də indi bizim dağlarda olmayan bir şey alın deyək ki, meyvədir, göyərtidir, qış vaxtı falan. Görürəm, heç başını qaldırıb baxmır, səsimi eşidir, deyir, bu Bizim Sabirdir. O mənim üçün ən böyük mükafatdır, ona görə mən onu... O sevgini qazanmışsınız. Hə, indi də, yəni, cəmaət arasında baxmayaraq ki, siyasi, deyək ki, rəqabət, sənin ədəbiyyatdan qazandığın hörmətin üstünə kölgə salır çox vaxt. Ədəbiyyatla qazandığın, o boyda illər uzun zəhmətlə qazandığın, deyək ki, cəmaət arasında hörmət bir yana, bir də görürsən ki, heç bir şeydən xəbəri olmayan bir gədə götürürsə əlinə telefonu, Sabir Rüstəmxanlı, nə bilim, belə dedi, falan dedi. Belə şeylər olur. Bilməyən, tanımayan adamlar, təbii ki, məni tanıyan, keçdiyim yolu bilən adamlar və bu gün hansı əqidənin sahibiyəm, onu bilən adamlar elə ucuz yollara getmir, ucuz söhbət eləmirlər, onların cavabı da verilir. Yəni, bir sözlə demək istəyirəm ki, Cənub, bilirsiniz, Azərbaycanın incisidir. Mən Cənubla bağlı yazılmış bir çox şeirləri xarici ölkələrdə, Rusiya şairlərinin, məsələn, Orta Asiya şairlərinin, Qırğızistan məsələn bir şairi vardı, Soromoy, onun Lənkəranın anasının bağlı şeirlərini tərcümə eləmişəm. Böyük heyranlıqla yazılmış əsərlərdir. Və şükür ki, Cənub o gözəlliyinə uyğun da bugün inkişaf edir. Astara necə gözəl tikilir, məsələn. Masallı necə. Lənkəran biraz ləngidir arada, amma məncə Lənkəran da qoşular, tərpənməlidir. Və adamlar da çox zəhmət keçdi. Bilirsiniz, mən həmişə deyirəm ki, məsələn, o arı kimi çalışır da bu cəmaət. Masallı əhalisinin sıxlığına görə dünyanın bəlkə birinci yerdə dayanır. Çinlə bərabər gedir. Hə, Çinin də hamısı o cür deyil də. Sən təsəvvürlə ki, bu sıxlığın içində cəmaət yaşayır, alnını qırışdırmadan o torpağı, o onun evi, o onun eşiği, o onun deyək ki, bazarı, o onun tikintisi, quruculuğu, onun sənaye obyektləri, nə bilim, iaşə obyektləri, hamısı bu cəmaətin əlinin, əməyinin zəhmətidir. Ona görə də mən hamısına, mən çox istəyirəm ki, o kəndlərdə bəzən hiss edirəm və başqa ölkələrə gedəndə də onu görürəm. Çox köç var, gedənlər çoxdur. Cavanlar gedir, bəzən qayıtmırlar. Mən istəyirəm ki, onlar öz ata-anasının gözünü yolda qoymasınlar, qayıtsınlar, ailələrini, onları sevən qızları, onların yolunu gözləyən qızlar var. Onlar subay qalıb evdə qarmayacaqlar ki. Onlar gəlsinlər, evlərinə sahiblik eləsinlər. Evlərinə, ocaqlarına, o torpağa sahiblik eləsinlər. Yəni, bu mənada bölgənin bütün əhalisinə öz sayğı və sevgimi çatdırıram. Hamısına can sağlığı və xoşbəxtlik arzulayıram. Diqqətinizə görə mən də sizə təşəkkür edirəm kollektivimizi qəbul etdiyiniz üçün. Çox sağ olun və dəyərli dostlar, bugünkü Cənubun Səsində Cənubları Tanıyaq rubrikasının qonağı Sabir Rüstəmxanlı idi. Təşəkkür edirəm Sabir müəllim. Sağ olun, sağ olun. Yolumu kəsəndə buludlar, dalımca ağlama. Buludlar ağlayır onsuz da. Ələnəndə yağış, töküləndə qar, dalımca ağlama.
Yağış, qar ağlayır onsuz da. Keçəndə payız meşələrindən dalımca ağlama. Meşələr ağlayır onsuz da. Boylanıb pəncərə şüşələrindən dalımca ağlama. Şüşələr ağlayır onsuz da. Dalımca ağlama. Belə gec görüşüb tez ayrılanda. Dalımca ağlama. Ürək ayrılmırsa biz ayrılanda.